Herkese selam dostlar, kanalıma hoş gəlmisiniz və bugün mən dərs çalışma vlogu çəkirəm. Əslində qısa bir video artıq YouTube'a attım. Mən əslində lap əvvəllər study vlog çəkirdim. Ondan sonra keçdim Tokaboka çəkdim. Sonra indi yenidən dərs çalışma vlogları başlayıram çəkməyə. Və indi isə mən dərs işləyəcəm. Əslində dərsimin yarısından çoxunu bir yaxşı işlədim qısa videoda. Sadəcə indi də uzun video atmaq istədim. Çünki İndi sözləri öyrənəcəm. Əslində sözlərin artıq yarısından çoxu öyrənmişəm, sadəcə biraz təkrarlayıram. Ondan sonra coğrafi işləyəcəm, yəni xəritədə dənizləri, boğazları, körfəzləri falan öyrənməyə çalışacağam. Bir də belə yəqin bəlkə də qayda oxuyaram. O zaman getdik. Mən sözləri öyrəndim. İndi isə burada xəritədə belə gördüyünüz kimi belə rəngli dairələr var. Bunların əslində öz mənası var mənim üçün, yəni. Burada məsələn gördüyünüz göy bu dairələr, bunlar boğazları mənasını verir. Burada bir dənə yaşıllar var, prosta yaşıl görsənmir. Belə kameradan da görsənməyəcək bilirəm. Burada yaşıllar var. Yaşılları da körfəzləri qoymuşam. Məsələn Meksika körfəzi, Alyaska körfəzi falan, Luzon körfəzi. Bu çağrayları isə dənizləridir. Burada dənizləri eləmişəm, amma hələ də dənizləri axtarıram. Burada bildiyim dənizləri eləmişəm. Əslində çox dəniz bilirəm. Sadəcə dənizlərin tam yerini yadımdan çıxartmışam. Çünki çoxdandır xəritəyə baxmıram və xəritə ilə işləmirəm. İndi isə onları axtarıram. İndi bəzilərini axtaracağam, belə yumrulayacağam. Siz də ona baxarsınız. Neyse, xəritənin də üstündə biraz işlədim. Elədiyim qeydləri də elədim. Əslində çox 2-3 dənə qeyd elədim. Çox da qeyd eləmədim. Belə oldu. Əslində burada yuxarıda şeylər var. Bunlara baxdım, elədim. Məsələn burada dəniz verilib. 3 dənə dəniz verilib. Sonra bu tərəfdə körfəzlər verilib. Körfəzləri də eləməmişəm. Çünki körfəzlərə dairə almışam. Amma yaxşı, yəni öyrənməmişəm də. Dənizləri çoxdan öyrənmişdim. Və körfəzləri də əslində öyrənmişdim. Sadəcə anladı yanımdan çıxmışdı. Və bunları da təkrarlamış oldum. Buradakı isə burada ölkələri daha çox yaxşı mənimsəməm üçündür. Nəysə, ölkələri də dənizləri bitirəndən sonra keçəcəm bura. Ölkələrlə problemim yoxdur o qədər də. Dənizlərlə də o qədər problemim yox idi. Amma biraz təkrar üstündən getdim. Bugünlük əslində bu qədər. Hər kəs sağ olun. Görüşərik.